Türkiyənin ən böyük həmkarlar ittifaqı olan Haqq İş Konfederasiyasının nümayəndələri ölkəmizdə səfərdə olublar. Səfər çərçivəsində Türkiyəli qonaqlar Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Şəhidlər Xiyabanına gələn nümayəndələr burada Azərbaycanın azadlığı uğrunda şəhid olan qəhrəman vətən oğullarının xatirəsini anıb, həmçinin Türk şəhidliyini ziyarət ediblər. Haqq İş Konfederasiyasının nümayəndələri həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında təhsil ocağının fəaliyyəti, tədris prosesi ilə tanış olublar. Bildirilib ki, 2006-cı ildən fəaliyyət göstərən Ali Təhsil Ocağında müasir əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı kadrların hazırlanması həyata keçirilir. Akademiyada əlavə təhsil və əcnəbi tələbələrlə iş şöbəsi də fəaliyyət göstərir. Daha sonra qonaqlar Abşeron Sağlamlıq Mərkəzində göstərilən xidmətlər, müalicə profilaktika prosedurları ilə yerində tanış olublar. Bildirilib ki, mərkəzin müalicə bazasında dünyaca məşhur avadanlıqlardan istifadə edilir. Həm Azərbaycanlı vətəndaşların, həm xarici qonaqların etibarlı müalicə mərkəzlərindən olan Abşeron, Türkiyəli həmkarlarımızın da marağına səbəb olub. Haqq İş Konfederasiyasının nümayəndələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında da görüş keçiriblər. Bu cür səfərlərin fikir və təcrübə mübadiləsinin, qarşılıqlı dəstəyin Həmkarlar İttifaqı üzvlərinin maraqlarına xidmət etdiyi vurğulanıb. AHİQ və Haqq İş Konfederasiyası arasında əlaqələrin genişləndirilməsi barədə müzakirələr aparılıb.